Şəhid Səyyad Mübarizoğlu Mövsümov Azərbaycan Silahlı Qüvvələrinin əskəri və 44 günlük Vətən müharibəsinin şəhidlərindən biridir. 5 noyabr 2000-ci il Salyan rayonunun Babazanlı qəsəbəsində doğulmuşdur. Şəhid Səyyad Mövsümov 2020-ci ilin sentyabr ayında başlayan 2-ci Qarabağ müharibəsində pulemyotçu kimi xidmət etmişdir. Talış Suqovşanı istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 28 sentyabr 2020-ci il həmin ərazidə şəhidlik zirvəsinə uzanmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şəhid Səyyad Mövsümov ölümündən sonra Vətən uğrunda medalı, Cəsur döyüşçü medalı, Suqovşanın azad olunmasına görə medalı ilə təltif edilib. Allah şəhidlərimizi rəhmət etsin, məqamlarını uca etsin, ailələrinə səbir versin. Reportajı hazırladı Haqq Səsi TV1-in əməkdaşı Məmmədov Ruslan, səsləndirdi İbrahimova Əfsanə. Bizim de anamızsan, canımızsan, gayretimiz, vicdanımız, kanımızsan. Ağarttı saçlarımı evlad etkisi anamı.